Əgər kişi və ya qadın rəsmi nikaha daxil olmamışdırsa, onların birlikdə yaşamalarına baxmayaraq, hətta qeyri-rəsmi nikah münasibətlərində uzun müddət olmalarına və bu münasibətlərdən övladlar doğulmasına baxmayaraq, bu nikah sayılmır. Bu zaman kişi və ya qadın öldükdə onlar bir-birinin vərəsələri ola bilməzlər. Vərəsələr yalnız uşaqlar ola bilərlər. Yəni deyək ki, kişi vəfat edibdir, ondan dəyəri yüz minlərlə manat olan hansısa bir mənzil miras olaraq qalmışdır. Buradan, yəni bu mirasdan qadına hər hansısa bir pay düşmür. Eyni zamanda bu mirasdan ancaq uşaqlara pay düşə bilər. Bəzi istisnalar ola bilər. Məsələn, şəxslərin birgə yaşadıkları dövrdə həmin əmlakın, tutaq ki, ərin adına alınmış əmlakın formalaşdırılmasında qadının da rolu varsa, onun da vəsaitləri hesabına həmin əmlak alınmışdırsa, formalaşdırılmışdırsa, münasibətlər pozulduqdan sonra qadın sübut edə bilərsə, məhkəmə qaydasında həmin vəsaiti kişidən tələb edə bilər.